4'ə bax. Ətraflılardan 4 nömrəli sual. Ətraflıların sualları bilirsiniz. Daha maraqlı olur, diqqətlə baxaq. Mən də heç bunları işləməmişəm hamısını, sizlə işləyək. Bizə deyir, doymuş 2 atomlu spirtin 1 molunun yanması. Jalə, lalə. Gəlin bu spirti yandıraq. 2 atomlu spirt bilirik uşaqlar. Necə yazılır? CnH2n OH. Bunu yandırıram. Kimyada maddəni nə ilə yandırırıq? Üzərinə oksigen gəlirik. Yananda alınır karbon qazı və su. Uşaqlar, gəlin bunu əmsallaşdıraq. N dənə karbon var deyə bura N yazıram. Hidrogenləri sayıram sağda, solda. 2N burada, 2 dənə də OH-ın içərisində. Neçə dənə hidrogen var? 2N üstə gəl 2. Uşaqlar, suda 2 dənə hidrogen var. 2N üstə gəl 2 eləmək üçün suyun qarşısına gələk mən neçə yazdım? N+1. Ay sağ, N+. İndi sağ tərəfdə oksigenləri sayıram. 2N burada, N+1'i də suda bir dənə oksigen var. 1'ə vuranda N+1. Bax, N+1 burada, 2N də burada. Elədir? 3N+1. Onda mən bu oksigenin qarşısına 3N+1 yazmalıyam. Amma bir şey var ki, 2 oksigen burada var. Onda 3N+1'dən 2'ni çıxmalıyam. 3N+1'dən 2 çıxanda neçə qalır uşaqlar? 3N-1 qalır. Onda olacaq bu 3N-1 böl 2. Görün, bura qədər anlamlısınız. Mən də heç nə eləməmişəm. Sadəcə 2 atom spirti yandırmışım. Bizə deyir ki, spirtin yanması və alınan suyun kütləsi verilib. Deyir, spirtin nisbi molekul kütləsini tapın və yanması zamanı 2 mol karbon qazı alınarsa, onun reaksiyaya daxil olan kütləsini hesablayın. Aha. Uşaqlar, gəlin birinci spirti tapaq. Spirti necə tapaq? Mən qrafikdə nə görürüm? Qrafikdə görürəm ki, 18 qram spirt reaksiyaya girib. Aradan görürəm. Qrafikə baxın. 2 atomlu spirt 18-dən başlayıb düşüb. Spirtin 18 qramı reaksiyaya girəndə nə qədər su bu zaman əmələ gəlib uşaqlar? Qrafikə baxın. Su nə qədər əmələ gəlib? Kim deyər? Su da 18 əmələ gəlib. Görürsünüz də. Biri 18-dən 0-a düşüb, biri də 18 əmələ gəlib. Əmələ gələn yuxarı çıxan suya aiddir. Görürük, orada da verib də elə. Aşağı düşəndə spirt. Deməli, 18 qram spirt reaksiyaya girib və bu zaman 18 qram su əmələ gəlib. Ona görə bunları üstündə qeyd edək. 2 atomlu spirt özü neçədir? Emerin hesablasaz. CnH2n OH2. Nə qədər eləyir uşaqlar bu? Bu eləyir, deməli, 14-dən üzərinə gəl. OH 17-dir, 2-yə vururam 30. Suyun da aşağısına nə yazaram? Su 18-dir, emeri. N+1-sə eləyir 18-ən üstə gəl 18. Baxın bir dənə. Riyaziyyatdan tərəf-tərəfə böləndə bu 18-lər gedəcək. Qalacaq elə bir ki, belə olacaqdır. 18 böl 14n üstə 34 bərabər 18 böl 18n plus 18. Bu 18-lər gedəndə qalacaq 14n üstə 34 bərabər 18n üstə 18. 4n bərabərdir 16, n bərabərdir 4. N 4-ə bərabərdirsə uşaqlar, deməli spirtin neçə karbonu var imiş? 4 karbon. Bu deməli C4, H8, OH2. Baxın bir dənə, spirti tapdıq. Spirtin nisbi molekul kütləsini deyir tapın. C4, H8, OH2-nin emerini hesablayaq. Necə hesablayarıq uşaq? 4 vur 12. 8 vur 1. Üzərinə gəl. OH-ın emeri nə qədərdir? OH 17-dir, 2-yə vururam 34. Bunu hesablayaq. Nə qədər eləyər? 48, o da 8. 56, 56, o da 34. 56, 34. Nə qədər eləyir uşaq? 56, 34. 90. Deməli, spirtin kütləsi elədir 90. Və deyir, bu spirtin yanması zamanı 2 mol karbon qazı alınarsa, onun reaksiyaya daxil olan kütləsini hesablayın. Uşaqlar, biz bilirik ki, bu spirt C4 4 dənə karbonu var. Bax, burada yazıram. Bu C4. 4 karbon. Bu spirtin 1 molu reaksiyası C4 H8 OH2-dir də. Bu normalda yananda nə qədər bizə karbon qazı verər? Bunun 1 molu yansa nə qədər karbon qazı alınır? Kim deyər?
4 dənə karbonu var axı uşaq. Bu bizə 4 mol karbon. Spirtin də emerin tapmışdıq 90. Bunun 90 qramı yansa 4 mol CO2 alınır. Bizə isə sualda deyir 2 mol karbon qazı alınarsa, bunun reaksiyaya daxil olan kütləsinə. Onda bu da 2 dəfə az olacaq da 45 olur. Bir dənə baxın. Qəşəng